bir neçə il bundan qabaq mən bağımda bir təmir işləri başladım. Dedim hara müraciət edeyim, kimə müraciət edeyim? Bir usta var idi bizim məhəllədə. Adını çəkmirəm. Amma indi 100% özü bu video baxacaq. Qoy bu video baxanda bir də bir utansın. Heç olmasa bir utanç hissi keçirsin. Bir-iki gün bundan qabaq mənə zəng eləmişdi. Zəng eləmişdi, heç telefonunu götürmədim. Ondan qabaq da bir-iki dəfə zəng eləmişdi üzrxahlıq eləməyə. Amma ki, üzrxahlıq eləyən adam boş-boşuna üzrxahlıq eləməz. Yəni o ki, mənə vurduğun ziyan var sənin, ay usta, özün bilirsən söhbət kimdən gedir. Belə yəni kişi adamsansa, get götür, heç olmasa mən sənə verdiyimin bir 20%'ni götür qoy qabağıma. Və bunda mən deyərəm ki, sən kişi adamsan. Amma sənin başqa cür hallarda bu üzrxahlıq eləməyimin heç yeri yoxdur. Neysə, uzun illər idi bu adam gedib gəlirdi bizim evimizə, santexnik işləri görürdü. Hətta bizim qohumların da evinə gedirdi. Neysə biz buna inanırdıq da, elə bilirdik ki, bu hər şeyi düz eləyir. Amma necə deyərlər, всё познается в сравнении. İllər keçdi, başqa ustalarla üzbəüz gəldik, o ilə müqayisə etdik onun gördüyü işini, bir də ki başqasının gördüyü işini. Onda gördük ki, sən deməli bu neçə illərdir bizim evdə gördüyümüz işlər də hamısını Bas Məmmədi eləyirdi. Əli də ki təmiz dögür. Yəni ki sözü də bütöv dögür. Elədiyi əməllər də, elədiyi hərəkətlər də hamısı yalandır. Bağda məndə tamet vurub yerə, əyri-üyri. Tamet vurub, orada bir dənə yer var, kranın yanında. Hardan ki motor qoyulub. Motoru, yəni yığıblar belə bir dəmir karobkanın içinə də. Karobkanın içindədir motor. İndi o karobkanı açmağa gəlib çıxanda görürsən ki tameti eləyib ki tamet onun üstündədir. Yəni o karobkanı açmaq üçün qıfılı açandan sonra ya gerek tameti qırasan ya da gerek karobkanı. Bu bir işi. Yuxarı naves eləyib, navesi düzgün taxtalar qoymayıblar ora. Naves artıq əyilir. Navesdən o navalçalar olmalıdır, su axan yerləri, onları qoymayıb. Yəni bu hissələrdə hara ki yığılır zeyir-zibil su, oradan da aşağı gəlmir. Deyərsiniz mənə ki, ay Əlbaba, sən özün kör idin, pes bunları görmürdün. Bəli, kör idim. Mən insanlara, kül mənim başıma o qədər inanıram, o qədər etibar eləyirəm ki, hələ bilirəm ki, hələ hamısı mənim kimidir. Amma mənim qabağıma çıxanlar da ki, 80% ancaq maşenniklar, bir də yalancılar gəlib çıxırlar. Hələ belə də özləri kişi gezirlər. Bığlarına baxırsan, görürsən, Koroğlunun bığlarına oxşayır. Halbuki əməlləri, özlükləri, öz naturaları apar tulla. Bir dənə söz var, deyirlər, sürt bir yerivə tulla. Daha onu demirəm. Mən onların səviyyəsində döyürəm. Neysə, indi necə deyərlər, bir dənə kənd adamı düşüb və həm necə deyərlər, əlimə, yaxşı mənada. Sən demə, kişiliyi var imiş. Hələ kişiliyi harada var, hələ bizim kəndlərdə var. Mən bunun bax, şəxsən özüm, necə deyərlər, şahidi oldum. Yəni təmiz, dürüst, düzgün, Allahdan qorxan, həm də ki öz işinin peşəkarı. Bax bu dəqiqə elə bir adamla işləyirəm. O adam mənim o qədər şeylərə gözümü açdı ki, heç belə diləsi döyür də. Yəni o gördüyü işi mən indi baxıram, görürəm ki, bu necə işləyir. Müqayisə edirəm ondan qabaqkilərlə. İnanın mənə dəhşətə gəlirəm də. Ki, görün nə qədər insan halal süd əmmiş ola bilər və nə qədər də doğrudan da yəni yaxşı insanlar da var. Bu hələ hamısı deyil. Bir ara fikirləşdim, bir yüngül bari elektrik işləri var idi, hələ məndə bağda evimdə. Dedim, hara müraciət edeyim, necə müraciət edeyim? Dedim, neçə illərdir mən bu xarici kampanyalarda işləyirəm də. Gəl bir dənə sertifikatlaşdırılmış, xaricilərlə işləyən bir adamı cəlb eləyim bu işə. Götürdüm, onu cəlb elədim. Dedim ki, bu mütəxəssisdir də, bu öz işini biləndir. Hara biləndir? Yəni ki, elədi işi, eləyib işi rozetka qoyub mən üçün. Heç o rozetkanı məsələn bəzisini yoxlamayıb ki, orada tok var, yoxsa yoxdur, götürüb elə rozetkanı qoşub. Sonra mən ondan soruşuram ki, ay kişi, sən bunları yoxlamamısan, baxır mənim sifətimə. Aldığı pulla da müqayisə eləsəm, ondan sonra yenə də var həmən o kənd uşağı. Vaxt gələcək, mən sizə onun adını deyəcəm. İnanın, onun bu dəqiqə, yəni ki, müştəridə heç ehtiyacı yoxdur da, narasıqvatdır necə deyərlər. Bir dənə yerdə qutarır, digərdən yapışırlar ondan. O adam gəldi, orada o qədər aşıbqa tapdı, o qədər işlər değişdi.
ondan qabaqki o dediyim o bir nəfər o ustayı, hansı ki mənə özünü mənə dost deyirdi. Sən demə götürüb bu elektrik işlərini tam şəkildə 0 ilə fazla səhv qoyub. Məndə 2 il hər ay 16 manat hələ belə işıq pulu ödəmişəm. Başa düşmürdüm ki, o işıq pulu mənə hardan gəlir. Yəni belə məsələlər var, belə məsələlər var. Təki o bir dənə məsələ var idi. Allah Taala sizin qabağınıza sizin kimisini rast götürsün. Başa düşürsünüz. Əgər siz bir insan kimi sıfırsınızsa, hələ sizə əcəb oldu. O kimisini götürür. Amma əgər siz özünüz pis insan deyilsizsə, o cürlə adam sizin qabağınıza çıxırsa, hansı ki, yəni ki, vicdanı var. Sizin pulunuza öz pulu kimi yanaşır. Siz də gərək sözsüz ki, onun zəhmətinə də necə lazımdır yanaşasınız. Bax, belə adamları qoruyun. Onların qədrini bilin. Başa düşdünüz? Bu qədər qəlbdən qəlbə.